Azərbaycan Respublikası Prezidenti Cənab Ali Baş Komandan İlham Əliyevin 14 fevral 2024-cü il tarixli Milli Məclisdəki çıxışında mühüm tapşırıqlarından biri kimi gənclərin vətənpərvərlik ruhunda tərbiyə alınmasına əsaslanaraq Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin, Azərbaycan Maliyyə İqtisad Kollecinin və Dünya Türk Yazarları Birliyinin təşkilatı dəstəyi ilə Vətən Fədaisi adlı sənətli filmlərdən ibarət vətənpərvərlik, hərbi vətənpərvərlik mövzularından ibarət bir sıra layihələrin təşkil olunmasına start verdik. Layihələrin məqsədi müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndərin Azərbaycan xalqının yeşilli arzusu ilə hakimiyyətə gəlişindən sonra ölkəmizdə nizami ordu quruculuğunun formalaşmasındakı xidmətləri, onun siyasi kursunun davamçısı olan Müzəffər Ali Baş Komandanın Azərbaycan xalqını zəfərlərə aparan yolun gənclərimiz arasında təbliğ olunmasıdır. Bildiyiniz kimi Cənab Ali Baş Komandan öz çıxışlarında gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyini dəfələrlə vurğulayıb. Çünki vətənpərvər gənclik güclü ordu, güclü dövlət deməkdir. Bu məqsədlə layihə çərçivəsində keçirilməsi planlaşdırılan bir sıra vətənpərvərlik mövzularından ibarət tədbirlər, gənclərimizin hərbi təhsilə marağının artması, onların vətənpərvərlik ruhuna tərbiyə olunması üçün həvəsləndirici və maarifləndirici, vətənə və bayrağa sevgi, xalqa və dövlətə sədaqətliliyi aşılayacaq ibrətamiz bir layihə olacağından əminəm. Azərbaycan Respublikasının ərazi bütövlüyünün 20%-ni 30 ildən artıq işğalda saxlayan Ermənistanın yeni işğalçılıq planlarına, ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-sində başlamış 44 günə qələbə ilə nəticələnən Vətən müharibəsində tarixi zəfər qazanan və həmin ərazilərdə Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədi ilə antiterror əməliyyatları keçirərək cəmi 23 saat davam etməklə sentyabrın 20-sində başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı zəfər sayəsində bugün Azərbaycan dövlət bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Bu bayrağı dalğalandıranlardan biri də bizim şəhidlərimizdən olan Xan Kişiyev mübariz. O öz zamanında deməli Sovetlər dönəmində hərbi təhsil almaq üçün Moskva şəhərinə getmiş, 87-ci ildə təhsil almış, hərbi təhsil almış və 90'larda Azərbaycanda artıq bu erməni terrorçularının bunun adam hərəkətlərinə qarşı çıxmaq üçün könüllü olaraq gəlib Azərbaycanda Azərbaycan Silahlı Qüvvələrində xidmətini davam etdirmişdir. En sayılı hərbi hissədə qərargah rəisi olmasına baxmayaraq öz döyüş yoldaşlarının əsgərləri döyüş zamanı səngərdən xilas edərkən şəhid olmuşdur. Və biz də onun xatirəsini uzaq tutmaq məqsədi ilə bir sənətli film işlədik, hazırladıq. Onu sizə təqdim edəcəyik. Ali Baş Komandanın əmr və tapşırıqlarını canla başla qüsursuz həyata keçirərək Azərbaycan tarixinə zəfər səhifəsində yazan Müzəffər Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci il dönümü ərəfəsində şəhid baş leytenant Mübariz Xan Kişiyevə həsr edilmiş sənətli filmin təqdimat mərasimini açıq elan etmək üçün diqqət bayrağa.
gözəl diyarın, bu gözəl məmləkətin, yaşadığımız bu gözəl bir dövlətin qurucusu, müasir Azərbaycan Respublikasının qurucusu Ulu Öndər başda olmaqla bütün şəhidlərimizin xatirəsini yad etmək üçün hər birinizi saygı duruşuna dəvət edirəm. Ruhları şad olsun, ocaqları sönməsin. Siz ve değerli şehit aileleri, bizim gazilerimiz, rəsmilər, həmkarım, tədbir iştirakçıları, hoş gördük hər birinizi. Bugün biz daha bir qəhrəmanımızın əziz xatirəsi münasibəti ilə bir araya gəlmişik və bugün xalqımız bu qəhrəman vətən övladlarının xatirəsini hər zaman əziz tutur, onları heç zaman unutmur. Belə bir fikir var ki, şəhidlər o zaman yaddan çıxır ki, onlar unutmur. Üzərindən bir xeyli müddət keçsə də, bugün Azərbaycan xalqı qeyd etdiyim kimi bu insanları xatırlayır. Bu zalda, müxtəlif zallarda biz davamlı olaraq bu cür tədbirlərdə iştirak edirik. Və bu onu göstərir ki, Azərbaycan xalqı onları unutmayıb və heç zaman unutmayacaq. Bugün biz qalib xalqıq. Bugün biz tariximizin ən şanlı, ən şərəfli günlərini yaşayırıq. İllər öncə bizim hər birimizin ən böyük arzusu torpaqlarımızın azad olunması. Bugün dünyada yüzlərlə münaqişə var, çoxlu sayda torpağı işğal olunan dövlətlər var. Onların heç biri torpaqlarını azad edə bilmir. Ancaq Azərbaycan xalqı bunu edə bildi və bu siyasətin başında Prezident İlham Əliyev, əsası Ulu Öndər tərəfindən qoyulmuş siyasət, xalqımızın birliyi və bir də qəhrəman vətən övladlarının mübarizliyi və qəhrəmanlığı. Həm 1-ci Qarabağ, həm 2-ci Qarabağ savaşında Azərbaycan xalqı böyük bir qəhrəmanlıq göstərdi. Yəni o dövrdə biraz vəziyyət fərqli idi. O dövrdə də xalqımız döyüşkən idi. O dövrdə də bizim qəhrəman vətən övladları böyük şücaət göstərdi. Ancaq bildiyimiz səbəblərdən biz o dövrdə torpaqlarımızı qoruya bilmədik. Amma 2020-ci ildən başlayaraq Azərbaycan xalqı bu tarixi yazdı və bu qələbəni qazandıq. Və qeyd etdiyim kimi biz qalib xalqıq. Ancaq bu bir mənalıdır ki, biz sülh istəsək də ermənilər yenidən müharibəyə və qisasa hazırlaşır. Və biz ona görə hər zaman vətənpərvərlik ruhunu, dövlətə bağlılığı, vətən sevgisini hər zaman yüksək tutmalıyıq. Və bugün bizim qarşımızda duran əsas vəzifə də bu dəyərlərin, bu vətənə bağlılığın, dövlətə bağlılığın gənc nəslə ötürülməsidir. Bəlkə də tarixdə Azərbaycan xalqı qədər başına müsibət faciə gətirilən başqa bir xalq yoxdur. Yəni illər öncədən bu günə kimi təkcə ötən əsrdə bir neçə dəfə soyqırım, bir neçə dəfə deportasiya biz yaşadıq. 37-ci ildə bizim ziyalılarımız soyqırıma məruz qaldı. 90-cı ildə yenidən biz işğala məruz qaldıq. Artıq qeyd etdiyim kimi o günlər arxada qalıb biz gələcəyə baxırıq, amma deyirik tarix təkrarlanır, tarix onda təkrarlanır ki, xalqlar ondan nəticə çıxartmır. Və eyni zamanda tarix onu unudanları da cəzalandırır. Ona görə biz bu tarixi unutmamalıyıq və biz daima bu insanlara xatırlamalıyıq və onlarla bağlı çoxlu kitablar yazmalıyıq, çoxlu filmlər təqdim etməliyik. Çünki bugün dünyada çox ciddi proseslər gedir. Bugün artıq müharibə silahla getmir. Bugün müharibə beyinlərdə gedir, sosial mediada gedir, düşüncələrdə gedir və qarşıdakı dövr çox mürəkkəb bir dövr olacaq. Ona görə də qeyd etdiyimiz kimi, bax, bu istiqamətdə səylərimiz hər birimiz tərəfindən davam etdirilməlidir və bu insanların yanında hər zaman olmalıyıq
Bugün şəhid ailələri, qazilərimiz dövlətimizin tam diqqəti ilə, qayğısı ilə əhatə olunubdur. Bugün o insanların yalnız mənəvi dəstəyə ehtiyacı var. Bizim onların yanlarında olmağa ehtiyacları var və necə ki bunu bugün xalqımız edir. Bu da onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır və bizim zəngin tariximiz var, mədəniyyətimiz var və biz bu ənənələri yaşadacağıq. Eyni zamanda bilirsiniz ki, bugün biz artıq sabahdan, yəni silahlı qüvvələr gününü qeyd edəcəyik. Bugün də Cənab Prezidentin sərəncamı oldu və bu tarixin əsası Cumhuriyyət dövründə qoyuldu. Sonraki dövrdə Sovet hökuməti Azərbaycanda bu istiqamətdə səylərin qarşısını aldı. Amma Öndər hakimiyyətə gəldikdən sonra Cəmşid Naxçıvanski adına hərbi məktəb yaradıldı. Sonraki dövrdə yenidən hakimiyyətə qayıtdıqdan sonra hərbi akademiya yaradıldı. Azərbaycan ordusu bugün dünyanın ən güclü orduları sırasına daxil oldu. Bugün Azərbaycan ordusu ən güclü ordulardan biridir və ordumuz davamlı olaraq güclənir, inkişaf edir. Və bu hamımızın bayramıdır. Bu bayram münasibəti ilə bizim bütün şəhid ailələrimizi, qazilərimizi, hərbiçilərimizi təbrik edirəm. Onlara can sağlığı arzulayıram. Bir daha şəhid ailələrinin qarşısında baş əyirəm, analarımızın əllərindən öpürəm və hər zaman Azərbaycan dövlətinin bu istiqamətdə əməyini, bu istiqamətdə səylərini yüksək qiymətləndirməyə arzulayıram. Nə qədər ki biz bir olacağıq, güclü olacağıq, tarix boyu bizim başımıza nə gəlib, başbozluqdan gəlir və bunun baş verməməsi üçün hər birimiz çalışmalıyıq və səy göstərməliyik. Və bu filmin ərsəyə gəlməsində rolu olan hər kəsə də mən təşəkkürümü bildirirəm. Çünki film ərsəyə gətirmək, ümumiyyətlə tədbir təşkil etmək asan bir iş deyil. Böyük bir fədakarlıq göstərmişsiniz və eyni zamanda vəfa borcunuzu yerinə yetirərək belə bir filmi ərsəyə gətirmişsiniz və mən inanıram ki, bu filmlərin, bu cür kitabların, bu cür fəaliyyətlərin davamı olacaq və biz birlikdə güclü Azərbaycanın daha da möhkəmlənməsinə, inkişafına öz töhfəmizi verəcəyik. Sağ olun. Müharibə veteranları və tədbir iştirakçıları. Bugün biz bəstəkar Fərahid Sadiqin Xankişiyev Mübariz şəhid haqqında olan filminin təqdimatına toplaşmışıq. Mən bu cür təqdimatlara gəlirəm və sevə-sevə gəlirəm. Çünki ən azından bu bizim onların hüquq qarşısında ödəyə biləcəyimiz ən cüzi bir şeydir. Birinci Qarabağ müharibəsi və ikinci Qarabağ müharibəsində bizim xeyli şəhidlərimiz var. Mən bir çox bu cür tədbirlərdə olan zaman şəhid analarının, atalarının dilindən eşitmişəm ki, kimin daha çox imkanı var və yaxud bacarığı var, o şəhidini təbliğ edə bilir. Amma bir çox analar, şəhid anaları, ataları var ki, onlar onu etməyi bacarmır. Bu və digər səbəblərdən. Və ona görə hər zaman düşünürəm ki, xalq özü şəhidlərinə sahib çıxmalıdır. Yəni, onun atası, anası, bacısı, qardaşı, övladı öz yerində, onlar onu daim yaşadacaqlar. Amma onların olmadığı məkanlarda və onlar etmədiyi zamanlarda da xalq özü, insanlarımız, ictimai təşkilatlarımız, bəstəkarlarımız, yazıçılarımız, şairlərimiz daim onları yaşatmalıdır. Onlar haqqında film çəkilməlidir, tədbirlər keçirilsin, onların şərəfinə şiir yazılsın, yazılar yazılsın, romanlar yazılsın. Yəni, onları biz daim yaşatmalıyıq və yalnız biz bugün yaşatırıq, sabah da o biri gələn nəsillər onları yaşatmalıdır. Çünki onlar insan üçün ən dəyərli, əvəz olunmaz canlarını torpağımız, vətənimiz, müstəqilliyimiz və suverenliyimiz üçün qurban verirlər. Buna görə də mən bu cür tədbirlərin keçirilməsini dəstəkləyirəm və arzu edirəm ki, bizim hər bir şəhidimiz haqqında daima tədbirlər keçirilsin, nələrsə yazılsın, nələrsə tarixə, arxivə qoyulsun.
Çünki onlar məhz öz qəhrəmanlıqları ilə, ölümləri ilə gələcək nəsilləri də ölümsüzləşdiriblər, Azərbaycanı ölümsüzləşdiriblər, bizləri ölümsüzləşdiriblər. Allah onlara rəhmət eləsin və mən bir daha şəhid ailələrini, müharibə veteranlarının, qaziləri və tədbir iştirakçılarını salamlayıram və şəhid analarının da əllərindən öpürəm. Tədbirimiz birinci hissəni həsr edirik. Bəli hissəmiz olacaqdır ki, silahlı qüvvələrin yaradılması 107-ci dövrdən ərəfəsi olduğuna görə deməli, Müdafiə Nazirliyi Əzasanoğlu'na Ordu İdeoloji Mərkəzinin burada salisləri iştirak edirlər. Onlar bizə həqiqətənpərvərlik mahnılar oxuyacaqlar. Ondan sonra filmin təqdimatına başlayacaq. Beləliklə sizin üçün çıxış edir. Salam Türkün qartalları. Türkün qartallarını salamlamaq üçün Rıza Zamanlı dəvət edirəm. Size Türk'ün kartalları, kanatların kırılmaz. Kur'an-ı Murakko, dövüşlerde yorulmaz. Size Türk'ün kartalları, kanatların kırılmaz. Kur'an-ı Murakko, dövüşlerde yorulmaz. Savaşırlar, yüreğim yok, özlem dayan. Korkarız sen, şehit olan, yiğitlerin adını al. Korkarız sen, şehit olan, yiğitlerin adını al. Gözlerini yola dikişler,
Azerbaycan. Ruhuma cismim için vətən olar, torpağına canım qurban Azerbaycan. Torpağına canım qurban Azerbaycan. Neçə gizli sərvət yatır qucağımda, neçə ölkəm olar ocağımda. Azadlığın adresi var bayrağımda, bayrağına canım qurban Azerbaycan. Bayrağına canım qurban Azerbaycan. O yüreğini, o nefesini diyarımsan, o canına canım qurban Azerbaycan. Əzim səndə əyilməyən duvarımsan, bu çağda canım qurban Azerbaycan. O yüreğini, o nefesini diyarımsan, o canına canım qurban Azerbaycan. Əzim səndə əyilməyən duvarımsan, bu çağda canım qurban Azerbaycan. Bu çağda canım qurban Azerbaycan. Torpağına canım qurban Azerbaycan. Əsgərəm, uzaqdayam, səfərdəyəm. Şəhid olsam ağlamayım, çünki yüksək zirvədəyəm. Düşmənimi əzərəm mən, canıma qəsd edərəm mən. Vətənimin torpağını qanla öpərəm mən. Bu məktubu yazdım sənə, ağlamadan oxu yenə. Şahid ol bu səngərlər, o tozlu vərəqlərinə. Bu məktubu yazdım sənə, ağlamadan oxu yenə. Şahid ol bu səngərlər, o tozlu vərəqlərinə. Mən bir gün əsgərəm, uzaqdayam, səfərdəyəm. Şəhid olsam ağlamayım, çünki yüksək zirvədəyəm. Düşmənimi əzərəm mən, canıma qəsd edərəm mən. Vətənimin torpağını qanımla öpərəm mən. Bu məktubu yazdım sənə, ağlamadan oxu yenə. Şahid ol bu səngərlər, o tozlu vərəqlərinə. Bu məktubu yazdım sənə, ağlamadan oxu yenə. Şahid ol bu səngərlər, o tozlu vərəqlərinə.
gelen Vətəni sevmək yazdır, onu qorumaq gərək Vətənin demək yazdır, vətənin olmaq gərək Onlar torpağı ruhdan candan irəli O atadan qabaqdır, o anadan irəli Onlar torpağı ruhdan candan irəli O atadan qabaqdır, o anadan irəli Bilir əllər vətənə pay olmayır Ömürdən pay verərlər vətəndən pay olmayır Bilir əllər vətənə pay olmayır Ömürdən pay verərlər vətəndən pay olmayır Övlad gərək vətənə, vətəndir yol deyirlər Ona qurban gedənə, əsil oğul deyirlər O əbədi namusa, o əbədi qorurdur Ürkək quş kimi uçar, onu əldən buraxdır Onun adı torpağı, ruhdan candan irəli O atadan qabaqdır, o anadan irəli Onun adı torpağı, ruhdan candan irəli O atadan qabaqdır, o anadan irəli Bir əllərdən vətənə pay olmayır Ömürdən pay verərlər vətəndən pay olmayır Bir əllərlər vətənə pay olmayır Ömürdən pay verərlər vətəndən pay olmayır Onlar torpağı ruhdan candan ileri O atadan qabaqdır, o anadan ileri Onlar torpağı ruhdan candan ileri O atadan qabaqdır, o anadan ileri Bilir əllər vətənə pay olmayır Ömürdən pay verərlər vətəndən pay olmayır Bilir əllər vətənə pay olmayır Ömürdən pay verərlər vətəndən pay olmayır Vətəndən pay olmayır Vətəndən pay olmayır Burada da bizim darvazamız vardı. Oraya gittik. Dostlar kabul ettim andım Vardım sona Son dostlar kabul ettim andım İnanmışım uyan sen Karabaşım uyan sen kurbandı Vatan
qardaşım mübariz haqqında həm şərəflidir, həm də qürur vericidir. Bütün şəhidlər kimi qardaşım da bizim başımızın tacı, qürur yerimizdir. Mübariz orta məktəbi qutarandan sonra Ali Hərbi Məktəb Moskvada təhsil almaq üçün getdikdə atam düzü əvvəlcə razı deyildi. Mən orta məktəbi bitirəndə Mübariz 3-də 4-də oxuyardı. Aramızda 5-6 yaş fərq vardı. Şərtləri çox ağırdı və düşünürdü ki, orada gedib qala bilməz, oxuya bilməz. Həm də kənddən gedən bir uşaq rus dilini bilmirdi. Moskvada təhsil almaq, rus dilində danışmaq və orada yaşamaq atam deyirdi çətin olacaq onun üçün. İllər keçdi, Mübariz orta məktəbi bitirdi. Mənə dedi, qardaş, sən oxumadın, mən gedib həmin məktəbi oxuyacağım. O dediyi elədi, Moskva vilayətində, Riyazan şəhərində Ali Hərbi Məktəbə qəbul oldu, bitirdi. Bu atama dedi ki, atam, mən orada gedib təhsilimi alacağım və təhsilli olaraq kəndə qayıdacağım. Və dediyim də ilərdi, getdi, təhsilini də aldı, çətinliklərə baxmayaraq. O getdi, ondan sonra bir müddətdən sonra dedi, mən könüllü Azərbaycana qayıdıram. Mənə məhbədəmdə müharibə gedib, mən orada qala bilmərəm, mən orada gəlib təhsilimi Azərbaycana davam etdirəcəm. Elə də olur. Kəndi təhsilimi burada davam etdirdi. Qardaşım haqqında elə çox xatirələrim yoxdur. Hərbi məktəb bitirdi, orada müəllim işlədi, sonra da könüllü şəkildə oraya getdi. Müharibə başlayandan sonra Mübariz dedi ki, mən orada oxuya bilmərəm. Mənim ölkəmlə, dövlətimlə müharibə gedirsə, mən şəxsin özüm də dedim ki, sən orada qutarı, gəl sonra müharibə dedi, yox, mən orada oxuyum. Dövlətimlə müharibə gedirsə, son illəri gəldi, özümüz Azərbaycanda oxudu, axırıncı kursları. Altı aydan bir ona izin verirdilər. O 6 ayda bir kəndə gəlirdi, 10 gün, 15 gün qalırdı. Anam ona hər dəfə kəndə gələndə ona ləzzətli yeməklər pişirmək istəyirdi. O isə dedi ki, anam yox, mən bunları yesim, təzdən mən oraya qayıdıb kilo alacağım və onların normativlərini həyata keçirə bilməyəcəm. Ona görə də maksimum dərəcədə özünə, çəkisinə diqqət edirdi. Amma ana ürəyi ona da istəyirdi ki, oğul gələndə ona ləzzətli yeməklər pişirsin. Allah cəmi şəhərlərimizə rəhmət etsin. Ailələrlə səbir edirəm, qardaş mübariz başı olmaq. Şəhər bacısı kimi danışmaq mənim üçün çox çətindir. Orta məktəb illərində biz 4 bacı, 4 qardaş olmuşuq. Həmişə biz ayrılmışıq. Yəni 2 bacı qardaş, 2 bacı qardaş olmuşuq. O mənim farklı düşən qardaşım, böyük qardaşım yox. Xatirəm azdır, yəni aramızda 5-6 yaş fərq vardı. Mən orta məktəb bitirdim, gəldim Bakıya. O 3-də 4-də oxuyurdu, orta məktəb bitirdi, getdi hərbi məktəbə. Onun üçün danışmaq mənim üçün çox qürurludur. Amma bir o qədər də mənim üçün çox kədərlidir. O çox cavan yaşında rəhmət etdi. Başımızın tacıydı. Qardaşım üçün, qardaşımla fəxr edirəm. Nəyə ki qardaşımla, bütün şəhidlərimizlə fəxr edirəm. O böyüklə böyük, kiçiklə kiçik. El arasında
yaşıtlarından da çok yaşlı olanlar arasında hürmet kazanmıştı. Sinif yoldaşları var, yaxşı da elə bu öz kəndimizdə, ya qonşu hərbi məktəbdə oxuduğu yoldaşlardan, onlardan var, münasibətimiz var, sinif yoldaşları var. Kənd cəmiyyətində Xankişi Mübariz Rəsuloğlu mənim həm uşaqlıq yoldaşım olub, dostum olub, həm də sinif yoldaşım olub. 10 il biz bir sinifdə oxumuşuq. Demək olar ki, onun 2 ili axırıncı 9-cu, 10-cu siniflərdə partada oturmuşuq. Həm sirdaş olmuşuq, həm dost olmuşuq, həm yoldaş olmuşuq. Rəhmətli Mübariz demək olar ki, sinifdə ən cəsarətli, ondan sonra qabiliyyətli uşaqlardan biri idi. Ömrü boyu onun həmişə hərbiçi olma arzusu var idi. Bu yöndə ona bizim hərbi müəllimimiz var idi. Deməli, o ona dəstək oldu. Çingiz müəllim ona dayaq oldu. Sonra hərbi müəllimimiz Cəfər müəllim ona dayaq oldu. O vaxt biz hərbiyə hazırlaşanda heç müharibə söhbəti də yox idi. Yəni o şeyi həmişə oturub bir planlaşdırırıq, deyirik ki, var deyildik. Mənim həvəsim var, vayin olmaq. Yəni vətənə qulluq eləsinlər sonra. Eləmişəm, deyirdim ki, bir yerdə danışırıq, planlaşdırırıq ki, biz gelib Moskvada olacaq. Orta məktəbi qutarandan sonra o Moskva hərbi məktəbinə daxil oldu və beləliklə də öz gələcək həyatını seçdi. Bununla əlaqədar olaraq demək olar ki, Qarabağ müharibəsi başlayanlar zaman təhsilini orada Bakı Ali Hərbi Məktəbinə dəyişdirdi və bundan sonra da torpaqlarımızın azad olunması uğrunda mübarizəyə başladı. vaxtı o bizə komanda gəlmişdi. O bizimlə ön cəbhədə, arxa cəbhədə olmaq arasına ön cəbhədə bizimlə bir yerliydi. Çünki onu bizim batalyona kadrovik asker kimi gəlmişdi. O vaxtda kadrovik aserlər tək-tək olurdu. Mən şəhid Xankişi Mübariz Rəsuloğlu'na yaxın olmuşam. Həm bir zabit kimi, zabit yoldaş kimi, həm də bir eyni kimi. Mən dedim, əslən, Zənglər rayonuna, Məzmun Köşkünə, o cümlədən də Xankişi Mübarizlə eyni xalə yaşamış insanlar olacaq. Və biz cəbhəyə yollandı, yadındadır, yaxşı yadındadır, gəldik, Ezər Hərbiçiyə və bizim döyüş yolumuz dekabr ayının, yanvar ayının başladı. Ben Mübarizlə zabit yoldaşıydı. Bir şəklimiz çox olurdu. Mən belə deyərlər, bir ildə döyüşlərdə olmuşum. Mübariz çox cəsarətli, qəhrəman, igid komandiridir. Həmşədə həm söhbət olurdu. Çünki mən Laçından, o da Azərbaycan, həmşədə öz yurtlarımızın həsrəti ilə danışırdıq və düşmənə qarşı nifrətimiz həssizdir. Tanışdığımız bizim Ali Hərbi Məktəbdən başlayır. O da Rusiyada təhsil alırdı, mən də
Moskva şəhərində o, Leningrad şəhərində mən. 90-cı illərin əvvəllərində baş verən hadisələr bizi məcbur edib ki, vətənə gələk. Biz ondan Bakı Ali Hərbi Məktəbdə tanış olduq. Sonradan tarihi elə gətirdik ki, Bakı rayonunda da bir yerdə döyüşlərdə iştirak etdik. Və sonradan Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə də bir yerdə iştirak etmişik. Burada da bizim darvazamız vardı. Sonra keçirdim həyətə. Sonra həyətə keçirdim. Orada da ağaçlar bağları da var. Akşamüstü burada çıxanda yanında da futbola da gedərdik. Nə bilim, daş atırdıq bir-birimizə. Gedirdik oynatırdık, dövmənədə də oynatırdık. Məhəllə taşlaşırdı. Yanında da elə şahlı Orada bir zaman idi. Elə çox şükür 30 ildən sonra doğma toplantısına gəldik. Bax, bura bizim doğma şahlı kəndimizdir. Allah tüm şəhidlərimizə rəhmət eləsin. O cümlədən də Allah mübarəyə kəndini cənnət eləsin, meşq eləsin. Mübarədən mən Hacı olmuşam, cümlədə də böyükük. O cümlədən həm də qohum olmuşam. Mübarə bu həyətdə böyük. O bizə gəlir yoxunda çaysizdir. Nə bilim, görsən ki, nəmin heyvana da gedirsən, nəmin orada da gedirsən, gəlir verəyim. Onlardan ustağadım vardı, burada oturdum bunun altında. Gör taliyə bax ki, sən mənim qardaşımla yoldaşlıq eləmişsən, mən də sənin şəhid qardaşınla yoldaşlıq eləmişəm. Çünki o məndən bir yaş böyükdür, bizim yoldaşlığımız tuturdu. Sən də mübarizdən bir yaş böyükdür, sizinki də sən onlarla baxır. Düzdür, Allah Nələr rəhmət eləsin. Amin, Allah cümləmin rəhmət. Mən mübarizdən hətta Şuşada da Lesno şkola var, o vaxt yay məktəbində. Orada oxumağa gitmiş. Şuşandan o vaxtdan. Çox məğlub var, o sağ olun. O Şahin rəhmətə gedəndə valiyə eşitmişdi, bədahətən ona bir şeir vermişdi. Yadında da eşitmişdi bir şeir. Şahin edim, şəhid oldum, şəhidləri ağlamazlar. Vətən torpaq el yolunda ölənləri ağlamazlar. Allah valiyə bir şeir yazmışdı. Özü heç nə, bir orta məktəb tutarmayan bir adam belə bir bədahətən özü ki, neçə bəlkə də bir 10 kuplet edir onu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O cümlədən də mübarək tanışlar. Onun qardaşlarına başsağlığı verirəm. Başları sağ olsun. Vətən yolunda şəhid olmaq böyük bir şərəf iş. Elə bir döyüşçü yoldaşıdır ki, istəməzdir ki, ətrafındakılar hardasa biz ağır sözdür desik. Bir yaxın bir qardaş kimi, bir dost kimi, yoldaş kimi canbaşanlıq edir. Mübarizlə cəbhə yoldaşıyıq. Mən yaralanıb gələndən sonra yaralanmışdım, gedib müalicədən sonra təzdən cəbhəyə qayıdanda Mübariz xan Kişiyevi cəbhə bölgəsində gördüm. Çox xoş oldu, çox ürəkli, ciyarlı oğlanlardan biri idi, xatir vafisər idi. Mübarizlə mənim əsl belə o dostluğumuzun demək olar ki, bünövrəsi bəlkə də oradan başlayıb. Çünki 7-ci sinifdə, indi 6-5 orada indi uşaq aləmlər gedir, uşaq seyri gedir. 7-ci sinifdə bizdə belə bir məsələ oldu ki, bizdə yaxşı oxuyan uşaqları, nəysə məktəbdən gəldilər, dedilər ki, Şuşada 23 nömrəli nə idi, yadımdan çıxır və belə 4-5 nəfər bizim məktəbə yer ayırmışlar ki, bizi ora göndərsinlər. Orada da nə bilim, orta məktəbdə də məktəbin direktoru gəldi, məsləhət gördü. Rəhmətli Mübariz idi, mən idim, Habil idi, 1-2 nəfər də var idi. Biz 5 nəfər getdik oraya.
Mən şəhid Mübariz Hankişevlə 1984-85-ci illərdə bu məktəbdə oxumuşam. Bir yerdə burada dostluğumuz olur, yoldaşlığımız olur, qardaşlığımız olur, uşaqlıq illərimiz olur. Burada o bu yoldan biz həmişə qar olardı, qışlar. Buradan biz sürüşərdik. Xatirələrin bir sözü çoxdur Mübariz haqqında. Onu bir cümlərlə ifadə etmək çox çətindir. Həm də 40 ildən sonra yenidən mən gəlib bu yerləri bilməm, mən çox həyəcanlandırır. Həyəcan olduğuna görə istər-istəməz adam yaddaşında olan şeylər də yazılır. Xatırımdadır, Mübarizlə həmişə buradan çıxardı. Burada məktəbimizin qapısı var idi. Buradan da şəhərin içərisində Şuşanın Paqarov, Sarı Paz avtobusları işləyirdi, arxa tərəf Baliciyadan. Buradan gəldi avtobus dönüb buradan qalxırdı şəhərin içərisi tərəfinə. Biz buradan icazə alırdıq müəllimdən, gəldik durduq burada. Neybi avtobusu şəhərə gəlməyə gededik. Bizim məktəbimizi o vaxtlar eləmişdilər, tariximiz deyil. Gededik tariximiz deyil, bazara. Füzulidə döyüşü, Zəngilanda, Qubadlıda, Cəbrayılda. Cəbrayılda döyüş alırlar. Hamı çıxmışdı, buranın əsgərləri indi qalmışdı döyüş bölgəsi. Mənə xəbər gələndə böyük qardaşım dostu gəldi ki, qardaşım yaralıdır. Yaraladı mən apardım. Snayperlə vurulmuşdu. Sol qolunun altından da buradan. Snayper girmişdi, çıxmamışdı. Bir dənə noxud boyda yara vardı. Başqa heç deyiləm ki, sağlam bir adamdı. Bizim batalyona nəsəni ştab kimi tərkib eləmək istəyirlər, gətirmək istəyirlər. O özü döyüş bölgəsində olmaq üçün, bizim əsgərlərin yanında olmaq üçün bizimlə birlikdəyik. Birkaç şəhidlər unudulmuyor. Mübariz doğrudan da həyatda elə bir iş qoyub getdi ki, bu iş heç vaxt silinən iz deyil. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bir günlər həm şəhid olmamışlar bir gün qabaq. Evliydi. Qonağım var idi, halcının oğlu gizliydi. Onunla danışırdım. Bir de gördüm ki, dedim ki, qardaşımın başını kəsildi, həmən oğlanın başının üstüne qoydu, gülüşlü, danışır hamısı. Adı sağ ol, dedim sağ ol, baxın barışdı, gülüşlü, o yerə gülərdi. Gülərdi, dedim, özümə mən neyle deyirəm, onu yaşayıraq, onu göründü ki, sən heç bir xəbəri gəldi, şəhid olma xəbəri gəldi. Mübarizə yoxluğunu hiss edəndə mən dəhşətə gəldim ki, bu belə bir gəncdə olan, belə bir gəncdə olan xalq vallahi nəyə desəm layiqdir. Çünki o cürə olub, bizim kənddən başqa döyüşçülər də var idi, amma bu səmimiyyətdə insanlar elə ancaq döyüşdə olub, başqa bir yerdə olub. Bu həyat bunun qismətiymiş. Şəhidlik, gözəlləsin adlarına. Sağ olsaydı hayat ahırda devam edecek. Yani ki bu ülkede orada devletler, uşaklar, halklar. Şəhid haqqında danışmaq qardaşım üçün ağırdır, həm də qürur vericidir. Tək qardaş olaraq yox, bütün şəhidlər haqqında danışmaq bizim üçün qürur vericidir. Və onların haqqında nəsə demək bizi həm qürurlandırır, həm də kədərləndirir. Kədərləndirir ona görə ki, onlar bizim aramızda yoxdur, qürurlandırır ona görə ki, onlar torpaqlarımızın azadlığı uğrunda canlarından keçmişdilər. Bir qardaş kimi, balaca qardaş kimi aramızda 2 yaş fərq olmasına baxmayaraq demək olar ki, uşaqlığımız bir yerdə keçir. Aprel ayının 17-sində mən hərbi xidmətdə olduğum vaxt böyük qardaşımın dostu yaxınlaşdı. Mənə ixtisasda mənə dedilər ki, səni axtaran var, soruşan var. Eldarı görəndə nəsə həqiqətən də biraz içimdə bir gizilti keçdi ki, bu Eldar niyə gəlsin bu vaxt? Özdə axşam saat 6-dan sonraydı və dedi ki, qardaşın yaralanıb, hospitaldadır, ona görə də Sumqayıta getməliyik. Düz Bayıldan Sumqayıta gələnə qədər için ağlamışım. Hər dəfə də Eldar'a ant verəndə o Eldar
yox yaralıdır, heç bir şey yoxdur, yüngül yaralıdır. Ona görə də hospitaldan indi çıxardıblar, evə gediblər, biz Sumqayıt'a ona görə gedirik. Düz 10-cu mikroayında həyətə girəndə, cəmaatı, izdihamı görəndə başa düşdüm ki, 19 yaşında bir qardaş üçün 22 yaşında bir qardaş itirmək nə qədər çətin olduğunu belə izah edə bilmərəm. Amma bir yerdə fəxr edir ki, bizim qardaşlarımız vətən uğrunda, torpaq uğrunda, bayraq uğrunda şəhid olurlar. Yəni onların yeri soğasız cənnətdir. Mən şəxsən bütün şəhidlərlə fəxr edirəm. Şəhidlər bizim başımızdadır. O cümlədən də məni qorxmaz məhəmməsin. Əlbəttə ki, hamı. Bütün şəhidlər. Hamısı bizim qardaşımızdır. Yəni bütün şəhid ailələrinin qarşısında baş əyirəm. Onlara mallıqda səbr bilirəm. Allah onlara səbr versin. Allah yenə bizim şəhidlərin yeri cənnətli bir işləyir. Dikkat, dikkat! Azerbaycan Respublikası'nın arazisinin 20%'ini 30 yıldan artık işgalda saklayan Ermenistan'ın yeni işgalçılık planlarına, ardıcıl tədqiqatlarına cevap olarak 2020 yıl sentyabrın 27'sinde başlamış 44 güne qələbə ilə nəticələnən Vətən müharibəsində tarixi zəfər qazanan və həmin ərazilərdə Azərbaycan Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatını keçirərək cəmi 23 saat davam etməklə sentyabrın 20'sində başa çatan əməliyyat nəticəsində rəşadətli Azərbaycan ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı zəfər sayəsində bugün Azərbaycan dövlət bayrağı suverenliğimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalgalanır. Şəhidlərimizin ruhları şad olsun, ocaqları sönməsin. Her birinize sonsuz teşekkür ederim. Son kadar izlediğinizden dolayı. Sayın milletvekillerimiz sizlere de sonsuz teşekkür ederim. Deməli, bizim bu şəhidimizin xatirəsini əbədiləşdirməyə uzatmaq məqsədilə Azərbaycan Vətən Müharibəsi veteranları arasında şahmat turniri keçirdik aprel ayında. Həmin şahmat turnirində qaliblərimiz oldu. İcazənizlə mən xahiş edersem bizim Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli müəllim Rıza Quliyev, mən sizi alqışlarla səhnəyə dəvət etmək istəyirəm. Təşkilatı məsələlər üzrə sədr müəllim, sizi də həmçinin səhnəyə dəvət etmək istəyirəm. Və bizim şahmat turnirində iştirak edən veteranlar, 16 nəfər veteran var idi şahmat turnirində iştirak edirdilər. Onları da səhnəyə almaq istəyirəm, dəvət etmək istəyirəm. Eyvazov Rasimdir, Hacı Mirzəynaldır, Quliyev Niyazidir, Vahid müəllim burada, Əmraslanov Aslan. Sonra Arifin müəllimdir, sonra Hüseynov Elmar, Salman müəllim, Azad Musayev, Nəsib Zadə Fərqan, Qurbanov Aras, Üzül müəllim buradadır, Ləkəliyə, sonra Səlimov Rəfail və Süleymanov Rasim. Hər kəs buradadır. Bu cəngavərlərimiz zamanında döyüşdə öz hünərlərini göstərdiyi kimi də şahmat taxtası arxasında şəhidimizin xatirəsini yad etmək məqsədi ilə keçirilən şahmat turnirində iştirak edədilər. Hər biriniz qalibsiz, qalib haqqında mən söz deməyəcəm. Sözü Füzuli müəllimə bıraxıram. İcazənizlə Füzuli müəllim özünə sözlərini var edilsin. Bir də hər birinizi salamlayıram. Qarşıdan gələn bayram münasibətilə hər birinizi təbrik edirəm.
Allah'ın gününe şükürler olsun ki Almaçı kişi tədbirlərə gedirik, toylara gedirik. 30 ildir bir qara ləkə alnımızdaydı. Allah bütün şəhətlərdə onu şad eləsin. Sonradan dünyasını dəyişən görüşçülərimizin, vətənlərimizin, vətənsevərlərimiz oralarında ruhu şad olsun. 93 minlik təşkilat adından hər birimizin növbəti etapda Zəngəzur dəhlizini görməyi arzu edirəm. Düzdür, son 2 ildə birinci dəfə idi ki, torpaq geri alındı. Allah ulu öndərəklərinə rəhmət eləsin. O birinci döyüşlər vaxtı bəziləri deyir ki, o köhnə döyüşlər nə vardı, torpaq belə elə. 80% torpaq köhnə kişilərə görə qaldı. Yoxsa Bakınadan Bakurakiyyət, yəni Canların Qazlar, Bərnalın Parklar, yəni bütün Azərbaycan məhdudlarının razılaşdırılmışdır. Və tarih ilə gətirdi ki, 44 günlük müharibədə də özümüz və evlatlarımız iştirak elədi. Şəxsən mən özüm Asabalar 91-də də gördüm, yəni zabitlərdən olmuşdur. Və bütün əziyyətli olanları hamısını salamlayıram. Allah Müzəffər Ali Başkomandanın canını sağ eləsin və arzumuz, istəyimiz odur ki, o bütöv Azərbaycanın prezidenti olsun. Düzdür, deyirik müstəqil torpağıza xeyr. Yeganə dövlət ki, dünyada bütün sərhədlərimiz öz torpaqlarımızdır. Şimalda Dərbənd paytaxtımız olur, Cənuda Təbriz paytaxtımız olur. Bütöv Qərbi Azərbaycan, Borçalı, Nadırşahın vaxtında verilib. Süleyman Mosul Kərkük 1926-cı ildə İraka verilib. Hələ işlərimiz çoxdur. Yenə deyirəm, şəhətlərimizə ruh şad olsun, şəhətlər ölmür, şəhətlər o vaxt ölür ki, onlar unudulur. Və Fərhəmin müəllimə sağ ol, təşəkkür edirəm, həm də bu şəxsi heyət kimlər ki, əziyyətli olub hamısına və heç kim haqqı yoxdur, şəhətlərin əziyyətini, əməyini unutsun və ən çox əziyyət çəkənlər də veteranlardır. Şəhətlərimizin meydin də buradan çıxardan veterandır, yaralı qazilərimizin də döyüş bölgəsindən qırağatçılarda bu təzyiq yardımlara təbliğ verən də veteranlarımızdır və bayraqlarımızı qaldıran da yenə həmin döyüşçülərdir. İnşallah hər bizdə bütöv Azərbaycan arzu edirəm. İndi bəzləriniz yanında yatmışsınız, yuxunuzda dağıldı. İndi təqdimatdır inşallah. Sonra görək nə olur. Sağ olun, var olun. Mən çox xahiş edirəm, alqışlarımızla şəhidimizin əmanəti olan qardaşı mübariz şəhidimizin qardaşı dəvət edən zəhmət olmasa. Təşəkkür edir hamınıza ki, iştirak edirsiniz. Sağ olun. Sizləri xatirə medalı ilə tərtib eləmək üçün zəhmət olmasa xanım. Geçin bura. Hansın? Meydanın üstündə şəhidimizin xatirə şəkli arxasında adlı soyadı yazılıbdır. Ən yüksək səviyyədə qorumağını sizdən rica edirəm. İcazənizlə, əgər yorulmamışsınızsa səhnəni tərk etməyin zəhmət olmasa. Mən filmin yaradıcı heyətindən də dəvət eləmək istəyirəm bura. Rejissor Elman, filmin rejissorunu dəvət eləmək istəyirəm. Elman müəllim, zəhmət olmasa siz də səhnəyə gəlin. Bir də ssenari müəllifi də burada işləyəcək. Yeganə xanım Kərimzadə, siz də zəhmət olmasa burada dəvət edirəm. Şəhid əmanətləri, analar, bacılar, atalar, qardaşlar, dəyərli vaxtınızı sərf edib bizlər də burada olduğumuza görə sizə sonsuz təşəkkür edirik. Sonra təşəkkür edirik sahib millət vəkillərimiz, dəyərli soydaşlarımız, sizlərə təşəkkür edirik, dəyərli vaxtınızı ayırıb bizlərlə bərabər oldunuz. Mən istəyirəm Füzuli müəllim, Azərbaycan Vətən Müharibəsi veteranı İctimai Birliyi sədri olaraq sizə və sizin idarə heyətinə və kollektivizə təşəkkür edeyim. 90 bindən artıq üzvünüz var, istəyirsə binada boş yer qalmanızdır. Çox tədbirlər var və bizim şəxsən özümüzün bir 4 tədbirimiz var eyni vaxtda. Həm buradayıq, həm hər yerdəyik demək olar ki. Füzuli müəllim, sizə təşəkkür edirəm. Dünya gənc yazar
Türk Yazarları Birliği'nin sədri İntiqam müəllimə təşəkkür edirəm. Bu dəqiqə Tovuzda başqa bir tədbirimizlə məşğuldular, orada fəaliyyətdədirlər. Ondan sonra deməli, bizim bir medalları təmənnası düzəltən bir qardaşımız var. Demişdim, dəvət eləmişdim onu bura. Yəqin ki, gələ bilməyibdir. Mən vətənpərvərliyin təbliğinə görə şəxsən ona da sonsuz təşəkkürlərimi bildirmək istəyirəm. Adam bizdən medalların üstünə vurduğu pulu almamaq üçün gizləndi. İşçilərlə dedi ki, onlar getdiyincə mən çıxmayacağım. Çünki biz onu ödəniş eləmək istəyirdik də. Bu medalların üstünə şikayətini çəkim olmuşdu. Adam dedi, mən şəhərimizin heç vaxt pul ala bilmərəm, gizlənməm. Mən bunu deməyə özümə borc bildim, ona görə dedim. Sağ olsun, Allah ondan razı olsun. Göz burada gəlməyib ki, reklam olunmasın, tanınmasın, görülməsin. Şahmat turunun keçirməyində bizə dəstək göstərdiyinə görə yeni Yasamal Şahmat Məktəbinin direktoru Ceyhun müəllim İbrahimova və Şahmat Məktəbinin müəllimi İbrahimov Səna. Səna buraya burada iştirak edir. Burada adılan Səna. Tamam, sizin ödülləriniz inşallah orada təltif olunur rəhbərlik tərəfindən. Belə, bu qədər. Kiminlə sözü var, qulluğumuz, tapşırığımız varsa? Təltiflərimiz qalıb, üzrlü çox verin, həyəcanı unutmuşam. Şahmat turnirin keçirilərdə birinci, ikinci, üçüncü yerlərin qalifləri var. O qalifləri unutmuşdum. Yaxşı yapma, sağ olun. Üzvlərindən olan xidmət, gözəl xidmətləri ilə hər zaman öndə olan Niyazi Mərdum Quliyev üçüncü yerin qalibidir. Niyazi Mərdum, qabağa keçin tanıyaq. Üçüncü yerin qalibi Niyazi Mərdum. İkinci yerin qalibi Hacıyev Mirzeyman. Hacıyev Mirzeyman buradadır. Yoxdur. Yaxşı, var, zəhmət olmaz, heç olmaz. Eyvaz olmaz. Eyvaz olmaz. Təbrik edirəm. Sağ olun. Sağ olun. Zəhmət çəkdiniz. Əziyyət verdi sizə. Əziyyətinizi halal edin. Hər biriniz öz vaxtınızı halal edin. Sağ olun. Şu döyüşe bir qadın girdi, axıra ən etibarları və zikkarları qalırdı. Bu axıra qatanlar eşq olsun. Nəsib döyüşlər qalıb, profesyonellər qalıb. Sağ olun.